Salam. MHM Test Bankından bədii əsərin quruluşu mövzusu üzrə testlərin izahına baxacağıq. Birinci sual. Yumorla bağlı hansı fikrin doğru olduğunu müəyyən edin. Satiradan fərqli olaraq öldürücü gülüş hesab edilir. Yanlışdır. Əksinə, satira öldürücü gülüş hesab olunur. Yumuşaq gülüş olan yumordan daha çox romantik cərəyanın nümayəndələri istifadə edib. Xeyr, bu da yanlışdır. Çünki realistlər istifadə edib. Yazıcının tənqid obyektinə olan səmimiyyətindən yaranır. Bu tamamilə doğru fikirdir. Bu gülüş növündə obyektə qarşı nifrət hissi oyaddır. Xeyr, mərhəmət hissi var. Sanki onun halına acımaq var. Bir təəssüf hissi var. Müəllif təəssüfünə yer verilən bu gülüşdən yalnız təhkiyə əsaslı əsərlərdə istifadə edilir. Xeyr, məsələn, Mirzə Fətəli Axundovun dram əsərlərində də bu gülüş növünə yer verilib. O demək deyir ki, yalnız təhkiyə əsaslı əsərlərdə olsun, digər əsərlərdə də ola bilər. İkinci sual, əsərdə mövzunun əhatə dairəsini genişləndirir. Bu da yardımçı mövzudur. 3. Eyler-Venn diaqramına əsasən müqayisə edib doğru fikirləri müəyyən edin. Ekspozisiya və proloq. Təhkiyə əsasında yazılan əsərlərdə mövcud ola bilir. Hər ikisi mövcud ola bilir. Ona görə bir yanlışdır. Əsərin əvvəlində olur. Hər ikisi əsərin əvvəlində olur. Bu da yanlışdır. Sujetin tərkib hissələrindən biridir. Ekspozisiya sujetin tərkib hissələrindən biridir. Proloq isə kompozisiyanın ünsürlərindən biridir. Əsərdə hadisələrin qurulmasının tərkib hissəsi kimi çıxış eləyir. Bunu da götürə bilmirik. Hadisələrin qurulması dedikdə bunu da biz proloqa aid edə bilirik. Daha sonra hadisə ilə yığcam tanışlıq hissəsidir. Bu, bəli, proloqa aiddir təkcə. Lirik əsərlərdə geniş istifadə olunur. Biz deyə bilmərik ki, proloq, belə deyək, lirik əsərlərdə geniş istifadə olunur. Bu yanlışdır. Demək, yalnız 5 oldu doğru cavab. Bu da olur B variantı. 4. Aşağıdakılardan biri epiqrafa aiddir. Həyatı əks etdirmə üsullarının hamısında əsərin əvvəlində mütləq istifadə olunmalıdır. Xeyr, elə bir məcburiyyət yoxdur ümumiyyətlə. Hadisələrin müəllif tərəfindən vurulan bədii yekundur. O epiloqa aiddir. Daha sonra sujetin tərkib hissələrindən yalnız ekspozisiyanın əvvəlində verilir. Bu da yanlış fikirdir. Özündə əks etdirdiyi fikirlərlə əsərin forma xüsusiyyətlərini açır. Xeyr, bu da yanlışdır. Əsərin ideyası ilə oxucunu bu və ya digər dərəcədə tanış edir. Bu isə tamamilə doğru fikirdir. 5. Nizami Gəncəvinin İskəndərnamə poemasını Dastanın xülasəsi və İskəndərin Cahangirlik tarixi adlı başlıq kompozisiyanın hansı ünsürünə uyğundur? Bu uyğundur, demək, deyə bilərik buna proloqa. 6. Əsərin forma xüsusiyyətlərinə uyğun gələn anlayış hansıdır? Bura aiddir janr, çünki məzmun, ideya, mövzu, problem hər biri məzmunla ilə bağlıdır. Amma janr isə forma ilə bağlıdır. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Tiplə xarakterin müqayisəsi var. Yəni, bu cədvəl ilə Venn diaqram kimi bir şeydir. Venn diaqramının cədvəl versiyasıdır. Oxşarlıqlardan əmələ gəlir. Tip, bəli, oxşarlıqdan əmələ gəlir. Doğrudur. Əsasən epik əsərlər üçün səciyyəvidir. Yanlış bir fikirdir ümumiyyətlə. Yəni, təkcə ortaq yox, ümumiyyətlə yanlışdır bu. Həmişə mənfi obrazlarla ifadə olunur. Bu da yanlışdır. Fərdi xüsusiyyətlərin məcmusudur. Bu doğru fikirdir. Həm epik, həm də dramatik əsərlərdə özünü göstərə bilir. Bu da tamamilə doğru fikirdir. 1, 4, 5 B variantı. 8. Hansı anlayışla bağlı xüsusiyyət verilməyib? Əsərdə təsvir olunan hadisələrin mərkəzində durur. Baş qəhrəman. Fərdi və konkret mahiyyət daşıyır. Xarakter. Əsərdə münaqişənin həllində və ya inkişafında başlıca rol oynayır. Əsas surət. Əsərin sujet xəttinin ən geniş mərhələsidir. Bu da zavyaska. Burada qaldı nə? Təkcə kulminasiya. B variantı. 9. Doğru fikirləri seçin. Surət anlayışı dar və geniş mənada düşünülə bilər. Doğru fikirdir. Əsərdə obrazın fərdi xüsusiyyətlərinin məcmusu xarakteri adlanır. Bu da doğru fikirdir. Əsərdə öz xarakteri ilə digər obrazlardan seçilən surətlər tip adlanır. Bu, xeyr, yanlışdır. Çünki tip ümumiləşdirmə deməkdir, fərqləndirmə demək deyil. Lirik riccət həyatı əks etdirmə üsullarının hamısında özünü göstərir. Belə deyək, göstərə bilər əslində, amma
mütləq deyil göstərir, yəni özünü göstərsin. Belə bir anlayış mövcud deyil. Proobraz və prototip anlayışları eynidir. Bu isə doğru fikirdir. 1, 2, 5 C variantı. Keçək 10-cu suala. Mövzu anlayışı ilə bağlı verilən fikirlərə əsasən doğru fikri müəyyən edin. Bədii əsərdə əhvalatların gələcək inkişafını saxlamaq üçün hazırlıq mərhələsidir. Belə bir şey mövcud deyil. Qələmə aldığı həyat hadisəsi haqqında yazıçının gəldiyi qənaətdir. Bu ideya ilə bağlıdır ümumiyyətlə. Əsərdə təsvir edilən hadisələrin müəyyən xətt üzrə inkişafıdır. Bu ümumiyyətlə süjet xətti ilə bağlı bir anlayışdır. Daha sonra hadisələrin bir-biri ilə əlaqələndirilməsi və müəyyən bir sistemdə qurulması kompozisiyadır. Daha sonra yazıcı tərəfindən dərk edilən və bədii əsərə gətirilən həyat hadisələri, bu isə tamamilə doğrudur. 11. Bədii əsərdə tip anlayışına aid edilmiş əlamətlərdən biri səhv göstərilmişdir. Tip anlayışı hadisələr insanlar arasındakı oxşar cəhətləri ifadə edir, doğrudur. Daha çox dramatik və epik əsərlərə aid olan anlayışdır, bu da düzdür. Tipik obraz həm müsbət, həm də mənfi obraz ola bilər. Bu sizə ilk baxışdan səhv gələ bilər, amma səhv deyil. Niyə? Düzdür. Ədəbiyyatımızı nəzər salsaq görərik ki, xarakter daha çox müsbət obrazla bağlı, tip isə daha çox mənfi obrazla bağlı olur. Amma bu demək deyil ki, tipik obraz müsbət obraz ola bilməz. Məsələn, əkinçi şeirində götürək orada mülkədar obrazına, bir də götürək əkinçi obrazına. Əkinçi məsələn orada tipik obrazdır, amma müsbət obrazdır da. Belə deyək, yəni biz orada onun bir pis cəhətini görmürük. O sanki öz yəni aciz bir vəziyyətə düşmüş bir insandır. Mülkədarın istismarda məruz qalmış bir insandır. Amma mülkədar isə mənfi obrazdır və həmin dövrdəki mülkədarların ümumiləşdirilmiş obrazdır. Nəticə olaraq hər ikisi ümumiləşdirilmiş obraz olsa da, biri müsbət, digəri isə mənfi obrazdır. Xarakterdən fərqli olaraq oxşarlıqlar əsasında qurulur. Bəli, bu da doğrudur. Bədii əsərdə fərdi xüsusiyyətləri ilə seçilən surətlər nəzərdə tutulur. Fərdi xüsusiyyətləri ilə yox, ümumiləşdirilmiş. Bu da yanlışdır. Fikirlərdən biri səhvdir. Sujet xəttinin mərhələləri bir-biri ilə əlaqədar olur, biri digərini tamamlayır, düzdür. Bədii əsərin sujetini təşkil edən hadisələr sabit xətt ilə inkişaf edir. Bu yanlışdır. Yüksələn və enən xəttlə inkişaf edir. Ekspozisiya hadisələrin geniş təsvirini verən iri həcmli əsərlərdə daha aydın nəzərə çarpır, düzdür. Epiqraf, proloq, epilog anlayışları kompozisiyanın ünsürləridir. Bu da düzdür. Kulminasiya mərhələsi əsərdəki hadisələrin zirvə təpə nöqtəsidir. Bu da tamamilə doğrudur. Keçək 13-cü suala. Kompozisiyaya aid deyil. Kompozisiya hadisələrin həm əsər daxilində, həm də real həyatla əlaqələndirilməsidir, düzdür. Kompozisiyanın mükəmməl qurulması əsərin bədii cəhətdən qüvvətli olmasına səbəb olur. Bu da düzdür. Hadisələrin necə təsvir edilməsi kompozisiyanın məsələlərindəndir, düzdür. Kompozisiya sujet xəttinin mərhələlərindən biridir. Bu isə yanlışdır. Bunun bir sujet xətti ilə əlaqəsi yoxdur. Yəni belə deyilir, sujet xəttinin mərhələlərinə aid deyil, o mənada əlaqəsi yoxdur. Əsərin bədiilik şərtlərindəndir. Bu isə düzgün fikirdir. Səhv fikri müəyyən edin. Epiqraf həm nəzm, həm də nəsr ilə yazıla bilər. Düzdür. Yazıçının oxucunu əsərlə ilkin tanış etməsi proloqdadır. Düzdür. Razvyaska mərhələsində hadisələrə düyün vurulur. Xeyr, o zavyaskada vurulur. Bu yanlışdır. Əsərin məzmununa daxil olan anlayışlar mövzu, ideya, problem anlayışlarıdır. Düzgün fikirdir. Epizodik surətin əsərin sujet xətti ilə ciddi əlaqəsi olmur. Bu da tamamilə düzgün fikirdir. 15. Ekspozisiyaya aid edilmiş fikirlərdən hansı doğru deyil? Sujetin tərkib hissələrindən biridir, düzgündür. Proloqla oxşar və fərqli cəhətlərə malikdir. Bu da düzgündür, yəni hər ikisi əsərin əvvəlində verilir. Hadisələrin başlanğıcı bu mərhələdə ifadə olunur. Bu da düzgündür. Razvyaskada olan açılış burada düyünlənir. Bu səhvdir, çünki ümumiyyətlə Razvyaskanın da düyünlə bir əlaqəsi yoxdur. Ekspozisiyada hadisələr başlanılır, yəni bir təqdimat olur. Daha sonra zavyaskada isə düyünlənir. İri həcmli əsərlərdə daha aydın nəzərə çarpır, bəli. Sujetlə əlaqədar verilən fikirlərdən biri yanlışdır. Fransız sözüdür, əsərdə təsvir olunan mahiyyət və hadisənin özü deməkdir, düzdür.
Bədii əsərdə əhvalatın müəyyən xətt üzrə inkişaf etdirilməsi süjet adlanır. Bu da düzgündür. Süjet yüksələn və enən xəttlərlə inkişaf edir. Bu da düzdür. Süjetin son mərhələsindən əvvəlki mərhələsi razvyaska hesab olunur. Bu da düzgün fikirdir. Bütün epik əsərlərdə vahid süjet xətti özünü göstərir. Bu yanlışdır. Vahid süjet xətti olmayan əsərlər də kifayət qədər var. Məsələn, deyək ki, Nizami Gəncəvinin Sirlər Xəzinəsi poeması və yaxud da ki, yəni bu cür əsərlər ümumiyyətlə çoxdur. Proobraz nədir? Əsərdə surətin sözlə təsviri. Xeyr, bu portretə aiddir. Oxşar xüsusiyyətlərinə malik insanların ümumiləşdirilməsi bu tipə aiddir. Obrazların fərqləndirilməsi xarakterdir. Hər hansı bir şəxsin həyatının və ya fəaliyyətinin ümumiləşdirilməsi bu isə tamamilə düzgün fikirdir. Keçid alaq 18-ci suala. Hansına aid əlamət verilməmişdir? Hər hansı bir hadisənin, əşyanın əlamətlərinin sözlə ifadəsidir. Portret. Daha sonra təsvir, portret bəli B variantıdır. Burada portret verməyib, təsvir verib. Həyat hadisələrini təsvir etmək üçün yazısının əsas götürdüyü prinsipdir, metoddur bu. Kompozisiyanın ünsürlərindəndir lirik ricət. Şeirdə hiss və həyəcanı ifadə olunan subyektdir. Bu isə lirik qəhrəmandır. Heç bir, yəni bu, belə deyək, əlaməti verilməyən fikir tipikləşdirmədir. C variantı. 19. Hansı fikir yanlışdır? Mənfi obraz əsərin baş qəhrəmanı ola bilər. Bəli, məsələn, Cəlil Məmmədquluzadənin əsərlərində bu hala biz çox rast gəlirik. Tutaq ki, Qurbanəli bəy hekayəsini götürək. Əsərdə aparılan mübarizənin təşkilində və gedişində əsas rol oynayan obraz baş qəhrəmandır. Bu da düzgün fikirdir. Təbiət təsviri qəhrəmanın emosional vəziyyəti ilə eynilik və fərqlilik təşkil edə bilər. Düzgündür. Surətin xarici görkəmin sözlə ifadəsi portret hesab olunur. Düzdür. Bədii əsərdə əşya surəti təsadüfi xarakter daşıyır. Bu yanlışdır. Məsələn, Anamın kitabı əsərini götürək. Oradakı o bayaz təsadüfi xarakter daşımır. Əksinə, bəlkə də əsas ideyanın açılmasında, yəni oxucuya çatdırılmasında əsas rol oynayır. Bədii əsərin məzmun və forması haqqında fikirlərdən biri səhvdir. Məzmun əsasdır və o formanı müəyyən edir. Düzgündür. Əsərin mövzu, ideya, problemi məzmunun tərkib hissələrindəndir. Bu da düzgündür. Şah beyt bədii əsərin formasına aid deyil. Bu da düzgündür. Məzmunla bağlıdır. Məzmun formaya nisbətən sabitdir. Bu isə yanlışdır. Əksinədir. Məzmun dəyişkəndir. Forma sabitdir. Əsərin forması məzmunla vəhdət təşkil edir. Bu da düzgündür. 21. Dövr üçün bir hansına aid əlamət verilməyib. Dövr üçün səciyyəvi olan yazıcının dərk edib seçdiyi bədii əsərə verdiyi hadisələrdir. Mövzu. Əsərdə təsvir olunan mahiyyət və ya hadisənin özü deməkdir. Sujet. Əsərin əvvəlində görkəmli şəxsiyyətlərdən stat gətirilən müəyyən hikmətli fikir ifadə edən cümlə və ya bir neçə misradır. Epiqraf. Bədii əsərdə təbiət təsviridir. Peyzaj. Bircə ideyaya aid fikir yox idi. 22-ci sual. Məzmun və forma haqqında yanlış fikri göstərin. Məzmunla forma vəhdət təşkil edir. Forma məzmuna uyğun olaraq seçilir. Hər ikisi bunlar doğru fikirlərdir hələlik. Bədii əsərdə mövzu və ideya onun məzmununu təşkil edir. Bu da düzgündür. Əsərdən əsərə forma dəyişdiyi halda məzmun heç də əsərdən əsərə dəyişmir. Bu da sanki digər sual kimidir. Əksinədir. Yəni məzmun dəyişir. Forma daha çox sabit qalır. Janr, vəzn, bölgü, bədii təsvir və ifadə vasitələri formaya aiddir. Bu da düzgün fikirdir. 23. Deyir ki, hansında uyğunluq pozulub, təsvir olunan hadisələrdə fəal iştirak edən, sujet xətti ilə möhkəm bağlı olan, münaqişənin inkişafında mühüm rol olan əsas surətdir. Düzdür. Bədii əsərdə surətin xarici görkəminin sözlə ifadəsi portretdir. Cansız avadanlıqların, xüsusən ev və məişət əşyalarının təsviri əşya surətidir. Bu da düzgündür. Təsvir olunan hadisənin mərkəzində duran və yazısının irəli sürdüyü ideyanın əsas ifadəsinə çevrilən surət bu müsbət surət deyil. Baxın, ümumiyyətlə bu belə deyim, yazıcının bizə çatdırmaq istədiyi ideyanı mənfi surətdə çatdıra bilər, müsbət surətdə çatdıra bilər. Ona görə də bu yanlış bir fikirdir.
Ümumiləşdirmə baxımından diqqəti daha çox cəlb edən surət, bu isə tipdir, bəli. 24. Yanlış cavabı istəyir. Romantik metod həyat hadisələrini olduğu kimi yox, yazıçının görmək istədiyi kimi qələmə almağı tələb eləyir, düzdür. Bədii yaradıcılıq metodu konkret bir dövrlə bağlı olur, bu isə yanlışdır. Bu bədii cərəyanla bağlı bir anlayışdır. Realist latınca realist sözündəndir, olduğu kimi həqiqətən deməkdir, düzgündür. Ədəbiyyatımızda realizm bədii yaradıcılıq metodu olaraq 18-ci əsrdən başlayır, düzdür, Molla Pənah Vaqiflə. Romantik metodda real hadisələrdən daha çox ideal olunan hadisələr ön plana çəkilir, bəli. Müəllif real olanı yox, sanki öz görmək istədiyini qələmə alır. 25. Əsərin qəhrəmanı yazıçının irəli sürdüyü ideyanın əsas ifadəçisidir. Bədii əsərin qəhrəmanı mənfi surətdə ola bilər. Demək, mənfi surətdə yazıçının irəli sürdüyü ideyanın ifadəçisi ola bilər. C variantı. Ümumiyyətlə, silogizm elədir ki, burada variantları oxumağa ehtiyac olmur. İnsan artıq özü fikri müəyyən edə bilir. İlk iki fikirə əsasən biz üçüncü fikri tapırıq. Burada da mən də eyni qaydadan istifadə etdim. Keçək 26-cı suala. Yanlış cavabı göstərin. Təbiət gözəlliklərinin təsviri qəhrəmanın əhval ruhiyyəsi ilə ziddiyyət də təşkil edə bilər. Doğrudur. Surətin əsas surət hesab edilməsi şəxsin bacarıqlı olub-olmaması ilə ölçülür. Bu isə yanlış fikirdir. Portret obraz barədə oxucuda rəğbət və ya nifrət, müsbət və ya mənfi münasibət əmələ gətirir, düzgündür. Zavyeska bir qayda olaraq sujetin daha böyük mərhələsini təşkil edir. Bu da düzgündür. Epiloqda müəllif bütün əsər boyu qaldırdığı məsələləri yekunlaşdırır. Bu da düzgündür. B variantını bir daha qeyd edeyim. Niyə yanlışdır? Çünki bəzən əsas surətdə elə bir surət ola bilər ki, yəni bacarıqsız, fərsiz, yəni bir tamamilə avam bir obraz ola bilər. Amma əsas surətli, yəni hadisələrin qurulmasında fəal iştirak edir. Doğru cavabı müəyyən edin. 27. Realist yaradıcılıq metodunda həyat hadisələrinə subyektiv münasibət üstünlük təşkil edir. Yanlışdır. Proloq və epiloq əsasən iri həcmli epik janrlarda işlənir. Bu düzgün fikirdir. Proloqda yazıçının qaldırdığı məsələlər yekunlaşır. Xeyr, epiloqda. Kompozisiya əsərdə təsvir olunan mahiyyət və hadisənin özü deməkdir. Bu sujetə aiddir. Baş qəhrəman ancaq müsbət surət olur. Bu da yanlış fikirdir. Az öncə də qeyd etdiyimiz kimi mənfi surətdə ola bilər. Daha sonra 28. Deyir, biri haqqında məlumat verilməyib. Hadisələrin inkişafına ciddi təsir göstərməyən və oxucunun nəzərini az çarpan surət epizodik surətdir. Həyatda yaşayan və hansısa bədii obrazın mənbəyinə çevrilən surət prototipdir. Fərdi xüsusiyyətləri ilə diqqəti cəlb edən xarakterdir. Əsərdə irəli sürülən ideyalara qarşı çıxan surət mənfi surətdir. Nəyə aid fikir verilməyib? Tipə aid fikir verilməyib. 29. Yanlış olan fikri göstərin. Ədəbi cərəyan bədii yaradıcılıq metodu ilə müqayisədə daha geniş, davamlı anlayışdır. Baxın, davamlı hissəsi yanlışdır burada. Çünki ədəbi cərəyan müəyyən bir tarixi dövr üçün səciyyə olur. Ona görə də A ilə yanlışdır. Hər ehtimali cərəyinə də baxaq. Ustad rolunu oynayan sənətkar Sələf, onun davamçısı isə Xələf adlanır. Bəli, xəlifə sözündən. Nizami Gəncəvi, Məhəmməd Füzuli, Molla Pənah Vaqif ədəbi məktəb yaratmış sənətkarlardır. Doğrudur. Ədəbiyyatda iki əsas yaradıcılıq metodu var. Düzdür, romantik və realist. Ədəbi cərəyan məhdud anlayış olduğundan hər hansı bir xalqın ədəbiyyatına geniş yayılmaya bilər. Bəli, məsələn deyir ki, Rusiyada müəyyən bir dövrdə mövcud olan bir cərəyan həmin vaxt Azərbaycanda heç olmaya bilər və yaxud da digər bir ölkələrdə olsun. Ona görə də bəli, o yanlış, daha doğrusu doğru fikirdir. Keçək 30-cu suala. Kompozisiya ilə bağlı yanlış fikri göstərin. Epiqraf, proloq, epiloq, lirik haşiyə kompozisiyanın ünsürləridir, düzgündür. Epiqraf kimi ifadə olunan fikirlər müəllifin öz misraları da ola bilər. Bu da düzgündür. Lirik haşiyə, lirik, epik və dramatik əsərlərdə özünü göstərir. Demək, lirik haşiyə. Ümumiyyətlə, lirik haşiyə necə lirik əsərdə olsun? Lirik haşiyə o deməkdir ki, yəni müəyyən bir əhvalat, hadisə danışılır və lirik haşiyə o deməkdir ki, həmin hissədə bir növ fikri yayındırmaq üçün əsas hadisədən kənara çıxılır. Axı, lirik əsərdə hər hansı bir hadisə danışılmır. Ona görə orada lirik vicətə haşiyə nə ehtiyac var? Bədii əsərdə təbiət təsviri peyzaj adlanır. Bu düzgündür.
Proloq və epiloq əsasən iri əsərlərdə işlənir. Bu da düzgün fikirdir. Xarakterlə bağlı doğru fikirdir. Əsərdə olan bütün əsas surətlərə xarakter demək olar. Tam düşməyib deyəsən bu test. Xarakter demək olar yəqin. Belə yazılıb görəsən. Saxlayaq bunu hər ehtimal. Çünki sözün ardı görünmür. Daha sonra əsərdə olan bütün əsas surətlərə xarakter demək olar. Ümumiyyətlə xarakter demək olmaz. Bunu elə olmaz yazsa doğru fikir olacaq. Olar yazsa yanlış fikir olacaq. Amma olar götürək hələlik yanlış fikirdir. Xarakter daha çox obrazın ümumiləşdirilməsi yolu ilə yaranır. Bu yanlışdır. Fərdiləşdirmə ilə yaranır. Lirik əsərlərdə müəllifin yaratdığı obraz hiss və həyəcanı ilə kəskin formada ifadə olunubsa buna xarakter deyilir. Bu da yanlış fikirdir. Əsərdə olan müsbət surətlər xarakter hesab olunur. Bu da yanlış fikirdir. Ümumiyyətlə xarakterin az öncəki testlərdə də vurğuladım. Müsbət və ya mənfi surət olmaqla o qədər də əlaqəsi yoxdur. Daha çox düzdür. Yenə də deyirəm, xarakter müsbət obrazla, tip isə mənfi obrazla bağlı olur. Amma bu demək deyil ki, mütləq belə olmalıdır. Obrazın fərdi xüsusiyyətləri ilə daha çox seçilməsi xarakter adlanır. Bu isə doğru fikirdir. Demək elə A variantında olar hissəsi olmalıymış. Yəni biz düz fikirləşmişik. 32. Fikirlərdən biri səhvdir. Həyatda yaşayan və hansısa bədii obrazın mənbəyinə çevrilən şəxs proobraz və ya prototip adlanır. Düzdür. İnsanların ümumiləşdirilmiş formada obrazlarının yaradılması tip adlanır. Bu da düzdür. Bədii əsərdə surətin xarici görkəminin sözlə ifadəsi portreti adlanır. Bu da düzdür. Əsərin mərkəzi xətti ilə bilavasitə əlaqəsi olan surət epizodik surət adlanır. Bu yanlışdır. Yəni epizodik surət əksinə mərkəzi xəttin o qədər də əlaqəsi olmur. Keçək 33-cü suala. Fikirlərə uyğun gələn bəndi müəyyən edin. Obyektiv həyatdan seçilən hadisədən əhəmiyyətsiz detallar atılır, səciyyəvi cəhətlər ümumiləşdirilir. Bədii idrak obyektiv varlıqdan qidalanır, təsir obyekti bilavasitə həyatdan götürülür. Tənqid növü də vardır və cəmiyyətdə ziddiyyətlərin kəskinləşməsi ilə əlaqədar olaraq yaranıb. Tənqidin növü də olan realist metoddur. Birbaşa götürək bunu. 34. Xüsusiyyətlər aiddir. Yarandığı dövr başa çatanda əhəmiyyətdən düşür. Tarixin müəyyən mərhələlərində sənətkarların əqidə, məslək və ideyaca birləşməsidir. Yaranması konkret tarixi şəraitlə əlaqədar olur. Bunların hər biri ədəbi cərəyanla bağlıdır. Ədəd oxununda məzmun və formanı nəzərə alıb, nöqtələrin yerinə yazıla biləcək sözləri müəyyən edin. Mövzu, janr, yəni bu tərəf mövzuya aid, məzmunla bağlı xüsusiyyətlər olmalıdır. Bu tərəf isə forma ilə bağlı. Qafiyə mövzu ilə bağlı deyil, ideyanı saxlayıram, bölgü aid deyil, bölgü aid deyil, bədii ifadə vasitələri aid deyil, elə cavabımız B qalır. İdeya məzmuna aiddir, bölgü isə formaya aiddir. 36. Hansı fikir doğrudur? Eyni obraz həm xarakter, həm də tip ola bilməz, yanlışdır. Məsələn, Müsibət Fəxrəddindəki Rüstəm obrazı həm xarakterdir, həm də tipdir. Bir tərəfdən qan davasına insanlar təhrik edir, yəni intiqam hissi ilə alışıb yanır. Bu onu tip olaraq göstərir, ümumiləşdirir. Yəni davakar, qan deyək, qan davasına insanları sürükləyən insanların ümumiləşdirilməsidir. Digər tərəfdən də həmin dövrdə övladına təhsil verir, övladlarını bir valideyn olaraq çox sevir. Bu da onun xarakter kimi fərqləndirən bir xüsusiyyətidir. Tuyuq lakonik şeir janrıdır, həzəc bəhrində olur, yanlışdır, rəməldə olur, həzəcdə olan rübaidir. Qəzəl və qitənin qafiyə quruluşu eynidir, yanlışdır. Qəzəldə A, A, B, A, qitədə isə A, B, C, B, D, B bu formada. Təhkə özünü iki fərqli formada göstərir, bu isə doğru fikirdir. Danışanın şahidliyi ilə və yaxud da ki, hadisələrin rəvayət şəklində söylənilməsi ilə. Obyektə subyektiv münasibət təmsildə önəmlidir, xeyr, bu yanlışdır. Subyektiv münasibət ümumiyyətlə lirik şeirlər üçün xarakterikdir. 37. Hansı variantda verilən fikir doğrudur? Köməkçi surət əsərdəki İliyan əsas ifadəçisini çevrilən surətdir. O elə əsas surətdir. Köməkçi surət niyə olsun ki? Epizodik surət hadisənin açılmasına kömək edən obrazdır. Yanlışdır.
Eyni obraz həm ümumiləşdirilmiş, həm də fərdiləşdirilmiş obraz ola bilər. Baxın, elə az öncəki sualda qeyd etdiyim Rüstəm bəy məsələsi. Əşya surəti qəhrəmanların xarakteri və əsərin ideyası ilə yaxından bağlı olmur. Bunu da qeyd etdik ki, tutaq ki, Anamın kitabı əsərində. Yəni, bu yanlışdır. Obrazın xarici portreti vasitəsilə onun mənəvi dünyası təsvir edilir. Xeyr, bu yanlışdır. Mənəvi dünyası təsvir edilmir. Hansı fikrin doğru olduğunu müəyyən edin. Bədii ədəbiyyatda gülüş daşıdığı forma xüsusiyyətlərinə görə fərqlənir. Xeyr, məzmun xüsusiyyətlərinə görə tənqidi gülüş ola bilir və yaxud da ki, yumor ola bilir. Məzmununda tənqid olan hər cür gülüş dərin ictimai satirik gülüş hesab olunur. Bu da yanlış fikirdir. Daha sonra yumorda tənqid obyekti olmur. Xeyr, olur. Əsas mövzunun genişlənməsinə xidmət edən anlayış problemdir. Xeyr, bir növ yardımcı mövzudur, problem deyil. Tarixi mövzudan istifadə edərək müasir nəticələr çıxarmaq mümkündür. Bu isə tamamilə düzgün bir fikirdir. 39. Müqayisə cədvəlinə əsasən doğru fikirləri müəyyən edin. Süjet və kompozisiyanın müqayisəsi verilib burada. Hadisələrin müəyyən plana uyğun olaraq bir-biri ilə birləşdirilməsi və inkişaf etdirilməsidir. Doğrudur. Proloqda hadisələrlə bağlı ilkin məlumat verilir, oxucu tanış edilir. Proloq axı süjetin tərkib hissələrindən biri deyil, ona görə 2 yanlışdır. Epiqraf süjetin müxtəlif mərhələlərində bölmə başlığında verilə bilər. Bu düzgün fikirdir. Hadisələrin açılması müəyyən bir sonluğa çatır ki, bu da final adlanır. Bu da belə. Yəni final belə deyim, süjetin tərkib hissəsidir, kompozisiyanın yox. Həm epik, həm də dramatik əsərlərdə ola bilər. Bu da düzgün fikirdir. Nəzmlə yazılan əsərlərdə olmasa da, nəsrlə yazılan əsərlərdə ola bilir. Yanlışdır. Nəzmlə yazılan əsərlərin də süjet xətti ola bilir. Ona görə də bu yanlış bir fikirdir. Demək, cavabımız oldu nə? 1, 3, 5 A variantı. Təkcə süjet xətti yox, eləcə də kompozisiyası ola bilir, yəni nəzmlə yazılan əsərlərdə. 40. Aşağıda verilmiş nümunəyə əsasən doğru fikirləri müəyyən edin. Cəlil əsər oxuyarkən görür ki, əsərdəki obrazlardan biri kəndxudanın zülmünə məruz qalır. Onun qoğal dəyənəyi altında əzilir. İndi bu situasiyalardan biz düzgünlərini seçməliyik. Yəni, verilən situasiyaya uyğun olaraq düzgün fikirləri. Situasiyaya əsasən həmin obrazın tip olduğunu müəyyən etmək olar. Bu düzgündür. Həmin obraz xarakterdir, lakin kəndxuda obrazı tipdir. Xeyr, hər ikisi tipdir, belə baxanda. Çünki əkinçidə də məsələn bir əkinçi obrazı var, bir də mülkədar obrazı var. Orada da biz hər ikisini tip götürürük. Biri əzilən xalqın ümumiləşdirilməsidir, digəri isə zülm edənlərin ümumiləşdirilməsidir. Yəni onun o əzilən olması heç də onun fərdi bir xüsusiyyəti deyil, onun xarakter olaraq deməyə bizə əsas vermir. Həmin obraz xarakterdir, lakin kəndxuda obraz tipdir. Bu dediyi yanlışdır. Verilmiş nümunədə tip anlayışı ifadə olunur. Kəndxudaların əzilən cəmaata qarşı münasibəti qabardır. Bu tamamilə düzgün fikirdir. Belə nümunələrdə əzilən obraz ümumiləşdirilmiş obraz olur. Bəli, bunu da az öncə qeyd etdim. Situasiyaya əsasən həm obrazın, həm də kəndxudanın xarakteri açılır. Fərdi keyfiyyətləri ilə seçilirlər. Yenə də deyirəm, fərdi keyfiyyətləri ilə yox, ümumi keyfiyyətləri ilə. Ona görə də cavabımız oldu 1, 3, 4 B variantı. 41. Cədvəldən uyğunluğu müəyyən edin. Belə cədvəllərdə doğrunun altından doğrunu, yanlışın altından isə yanlış fikirləri seçirik. Məzmunla forma vəhdətində məzmun əsasdır, forma isə passivdir. Məzmun əsas olsa da bu formanın passivliyi demək deyil. Ona görə də bir yanlışdır. Əsərdə ideya yazıçının gəldiyi nəticə, təbliğ etdiyi fikir, onun dünya görüşü hansı mövqedən çıxış etməsi ilə bağlıdır. Düzgün fikirdir. Həyatda yaşayan bir adamın həyatının ümumiləşdirilməsi prototip hesab olunur. Lakin proobraz hesab olunmur. Bu yanlış fikirdir. Çünki prototip və proobraz elə eyni anlayışdır. Əsərdə münaqişənin inkişafında və ya həllində başlıca rol oynayan şəxs əsas surət adlanır. Bu isə düzgün fikirdir. Demək, doğrundan doğrunu seçirik, yanlışdan yanlışı. Ona görə cavabımız olur 2 ilə 3 E variantı. 42. Hansı fikir yanlışdır? Bədii əsərdə əsərin mərkəzi xətti ilə bilavasitə əlaqəsi olmayan obrazda iştirak edə bilər. Düzdür. Bunlara deyirik episodik surətlər.
Bədii əsərlərdə əşya və ya heyvan surətləri təsadüfi xarakter daşımır. Bu da düzgün fikirdir. Ekspozisiya bədii əsərdə çox konkret bir neçə əlamət göstərməklə də verilə bilər. Bəli, xüsusilə kiçik həcmli əsərlərdə ekspozisiya daha qısa olur. Ekspozisiyadan sonra onun davamı kimi hadisələrin getdikcə mürəkkəbləşməsi razvyaskada baş verir. Xeyr, zavyaskada baş verir. Əsərdə ziddiyyətləri, münaqişənin yüksək dərəcəyə çatması razvyaska mərhələsindən öncə olur. Bu isə tamamilə doğru fikirdir. Yəni kulminasiyada olur. 43. Uyğunluq pozulub. Uyğunluq pozulub, baxaq görək hansında. Əsas surət bəzən əsərdə o qədər də görünməyən bir obraz ola bilər. Doğru fikirdir. Təbiət surəti hər zaman qəhrəmanın əhval-ruhiyyəsini uyğunlaşdırır. Yanlışdır. Bəzən, məsələn, baş qəhrəman qəmli olanda yaz fəsli verilə bilər. Yəni, bu yanlış bir fikirdir və qabağında da yanlış yazıb. Təsvir olunan hadisənin mərkəzində duran və yazıcının irəli sürdüyü ideyanın əsas ifadəçisinə çevrilən surət bədii əsərin əsas surəti hesab olunur. Yanlış fikirdir. Niyə? Çünki baş qəhrəman hesab olunur. Əsərin baş qəhrəmanı müsbət surət ola bilsə də mənfi surət ola bilməz. Bu yanlış fikirdir. Amma qabağında doğru yazıb. Demək, burada elə uyğunluq pozulub. Xarakter insanın, elə deyini bir daha izah da edeyim. Məsələn, Mirzə Fətəli Axundzadənin və yaxud da ki, Cəlil Məmmədquluzadənin, yəni əsasən tənqidi realistlərin əsərlərində biz görürük, mənfi obraz baş qəhrəmandır. Xarakter insanın ictimai mövqeyindən, psixologiyasından, əxlaqi görüşündən irəli gəlir. Bu da doğru fikirdir. 44. Mövzu tarixi xarakter daşıyır, siyasi xarakter daşımır. Xeyr, yanlışdır. Siyasi xarakter də daşıya bilər. Mövzu aktuallığı dövrə görə dəyişir. Bu tamamilə doğru fikirdir. Məsələn, 44 günlük vətən müharibəsi dövründə düzdür. İndi yazılan əsərlər o qədər də belə tanınmır, amma daha çox vətən mövzusunda, yəni 44 günlük müharibə mövzusunda əsərlər yazıldı. Və yaxud da vaxtilə 41-45 müharibəsindən sonra müəyyən bir dövrdə əsərlər əsasən o mövzuda yazılırdı və yaxud da 20 yanvar hadisələrindən sonra. Yəni, qısacası mövzu aktuallığı dövrə görə dəyişə bilir. Daha sonra ideya mövzunun açılmasına istiqamət verir. Xeyr, ideya yazıcının gəldiyi qənaətdir. Əsərdə müxtəlif mövzular olsa da, müəllif hamısından eyni dərəcədə münasibət bildirməlidir. Xeyr, hamısına eyni dərəcədə münasibət bildirə bilməz. Əsas mövzular var, yardımcı mövzular var. Mövzu yazıcı tərəfindən dərk edilən dövr üçün səciyyəvi olması əhəmiyyətli olmayan anlayışdır. Xeyr, əhəmiyyətli olmayan deyil. Bu hissəsi yanlışdır. Keçək 45-ci suala. Yanlış cavabı müəyyənləşdirin. Təbiət gözəlliklərinin təsviri qəhrəmanın əhval-ruhiyyəsi ilə ziddiyyət təşkil edə bilər. Az öncə qeyd etdik, doğrudur. Proloq oxucunun əsərdəki söhbətə yönəltsə də epiqrafın belə bir məcburiyyəti yoxdur. Xeyr, hər ikisində müəyyən qədər əsərlə bağlılıq olur. Yəni, daha doğrusu epiqrafda. Proloq isə ümumiyyətlə yığcam şəkildə tanış edir. Portret obraz barədə oxucuda rəğbət və ya nifrət, müsbət və ya mənfi münasibət əmələ gətirir. Doğrudur. Əsərdə təsvir olunan hadisənin mahiyyəti və özü sujeti ifadə edir. Bu da doğrudur. Tipik surət və tipiklik anlayışında təsvir olunan surətlə onun yaşadığı mühit arasında uyğunluq nəzərə alınmalıdır. Bu da tamamilə düzgün fikirdir. 46-cı suala baxaq. Burada ekspozisiya ilə proloqun müqayisəsi var. Həyatı əks etdirmə üsullarında özünü göstərə bilir. Lirik növdə, məsələn, sujetsiz bir əsərdə ekspozisiyanın nə işi var? Ona görə bir yanlış bir fikirdir. Sujetin təşkil hissəsidir. Hər zaman nəzərə çarpacaq dərəcədə geniş olur. Hər zaman yox. Geniş həcmli əsərlərdə geniş olur. Dramatik əsərlərdə özünü göstərə bilməz. Hər ikisi özünü göstərə bilər. Özündən sonraki mərhələlər üçün zəmin rolu oynayır. Əsas hadisələrin başlanğıcını ifadə edir. Proloqda axı mərhələ söhbəti yoxdur, yəni kompozisiyada. Proloq olan bir əsərdə lirik ricat olmaya bilər və yaxud da epiqraf olmaya bilər. Ona görə də bu da yanlış bir fikirdir. Əsərin əvvəlində verilən kiçik hissədir. Danışılan əhvalatla yığcam tanışlıq mərhələsidir. Bu düzgün fikirdir. Əsas qəhrəmanın fəaliyyətini işıq tutur. Əsərin ideyası müəyyənləşdirilir. Proloqda necə ideya müəyyənləşdirilə bilər? Yığcam bir tanışlıq hissəsidir bu. Doğru cavabımız oldu nə? Yalnız 5. 47.
Verilmiş fikirlərdən neçəsi doğrudur? Hər bir ədəbi cərəyan zəruri olaraq bütün xalqların ədəbiyyatında ortaya çıxır. Bu yanlışdır. Çünki başqa bir xalqın ədəbiyyatında mövcud olan ədəbi cərəyan bizdə həmin vaxt olmaya da bilər. Tənqidi məzmun ehtiva edən əsərlərin hamısına satirik əsər demək olar. Bu da yanlışdır. Elə bir əsər ola bilər ki, orada müəyyən qədər tənqid olsun, amma satirik əsər deyil. Və yaxud da yumor olsun, amma satira olmasın. Bədii gülüşün iki əsas janrı satira və yumordur. Satira və yumor janr deyil, forma, növdür. Müəyyən tarixi mərhələdə söz sənətkarlarının parçalanması ədəbi metodu müəyyən edir. Bu da yanlışdır. Ədəbi cərəyanı müəyyən edir. Məni candan usandırdı qəzəlində mübaliğə və təzada yer verilməsi kompozisiyaya örnəkdir. Xeyr, ümumiyyətlə bədii təsvir və ifadə vasitələri kompozisiyanın üzvləri deyil. Tərənnüm anlayışından satirada istifadə edilə bilməz, bu isə tamamilə doğru fikirdir. Bizdən neçə fikrin doğru olduğunu istəyirdi, o da yalnız 6 oldu, yəni 1. A variant. 48. Aşağıdakı fikirlərin əksini desək, neçə düz olar? Bədii əsərdə mövzu anlayışı tarixi xarakter daşımır, daşıyır desək düz olur, yəni tarixi xarakter daşıyır. Müəllif əsərdə birdən çox hadisədən danışarkən onların hamısına eyni cür münasibət bildirir desək, bu yanlış olar. Sənətkar tarixi mövzuya müraciət etdikdə müasir ideyalar təbliğ edir desək, bu da düzgün olar. Eyni mövzuya müraciət edən iki müəllif həmin mövzunu eyni yaradıcılıq xüsusiyyətinə görə işləmir, bu da düzgün olar. Çünki, məsələn, vətən mövzusunda biri əsər yazar, realist metodda, digəri isə yazar, romantik metodda. Yəni, eyni yaradıcılıq xüsusiyyətlərinə görə işləmir, işləməyə bilər. Ona görə doğru fikrimiz burada oldu 3, B variantı. Bu sualı ötən il də işləmişdim. Düzdür, burada vəsait özü cavab olaraq 2 verib. Amma mən razılaşmıram və 3 olaraq da fikrimi əsaslandırıram. Yəni, 3 fikir dedim və fikrimdə əsaslandırdım. 49. Yanlış olmayan fikri seçin. Yazıcı əsərdə, yəni qısacası doğru fikir istəyir bizdən. Yazıcı əsərdə surətini yaratdığı insan həyatda necə olması ilə maraqlandığı üçün onu olduğu kimi təsvir etməlidir. Xeyr, onu tam olaraq olduğu kimi təsvir etmək məcburiyyətində deyil. Belə olsa heç o bədii əsər də olmaz axı. Sənətkar xarakter yaradarkən bəzən həyatda yaşayan və fəaliyyət göstərən bir adamın həyatını bədii şəkildə ümumiləşdirməyi qarşısına məqsəd qoyur ki, ədəbiyyatda buna proobraz və ya prototip deyilir. Ümumiləşdirmə ümumiyyətlə proobraz və ya prototip deyil, bu tip anlayışı ilə bağlıdır. Müsbət və ya mənfi surətlərin buraxdığı nöqsanlardakı fərq mənfi surətin nöqsanının çox zərər verməməsi, ümumxalq işi ilə ziddiyyət təşkil etməməsidir. Əksinə, mənfi surətin nöqsanını zərər verir. Necə? Yəni, zərər verir. Ümumxalq işi ilə ziddiyyət təşkil edir. Portret surətin xarici və ya daxili görünüşünü ifadə edə bilər. Bu, doğru fikirdir. Bədii əsərin qəhrəmanı həmişə müsbət obrazdır. Bu da yanlış fikirdir. Yəni, niyə doğrudur? Bəzən mənfi bir obrazı o qədər belə eybəcər şəkildə təsvir edilir ki, yəni artıq biz ilk cümlələrdən bilirik ki, bu obraz burada bir riyakar və yaxud da ki, yəni ümumiyyətlə müsbət obraz olmayacaq, mənfi olacaq və ya əksinə müsbət bir obrazı bəzən o qədər gözəl təsvir edilir ki, məsələn, nur üzlü, nə bilim belə danışıq cəhətdən, görünüş cəhətdən o qədər bir müsbət sözlərlə tərənnüm edir ki, artıq biz bilirik ki, əsər boyu bu obraz bizə müsbət biri olaraq təqdim olunacaq. 50. Yanlış fikirləri müəyyən edin. Təməlində kəskin tənqid dayanan ifşa edici gülüşdür, düzgün fikirdir. Müəllif güldüyü hədəfə qarşı, hədəfə can yanğısı ilə yanaşmır, düzdür. Çünki can yanğısı ilə yumor da yanaşır. Oxucuda obrazla bağlı müəyyən müsbət və ya mənfi hisslər oyadır. Ümumiyyətlə, tənqid hədəfində müsbət hisslər olmur da, mənfi hisslər olur. Ona görə də 3 götürürük. Oxucuda qəzəb, nifrət doğurmasa da təəssüf hissi doğurur. Belə deyim, satira qəzəb, nifrət doğurur. Yumor isə təəssüf doğurur. Ona görə də satira ilə yumor üçün qəzəb, nifrət doğurmasa da ortaq cəhət kimi verilməsi və ya təəssüf hissi doğurur verilməsi yanlış bir fikirdir. Çünki satira qəzəb, nifrət hissi yaradır.
Yumor isə təəssüf hissi yaradır. Ona görə 4 də yanlışdır. Həm islah edici, həm də ifşa edici gülüşdür. Bu yalnız islah edici gülüşdür. Məzmununda ifşa edici tənqid olan gülüşdür. Bu da yanlışdır. Cavabımız olur 3, 4, 5, 6. Belə bir variant yoxdur. Amma real olan budur ki, cavabımız 3, 4, 5, 6-dır. Yəni istəyərik bunu indi A-ya aid edəyərik, B-yə aid edəyərik. Bu sizin öz şəxsi seçiminizdir. Amma real olan budur ki, yəni gördüyünüz kimi fikirlərimizi əsaslandıraraq deyirik ki, bunlar yanlışdır. Doğru olmayan fikri seçin. Forma əsasən sabit, məzmun əsasən dəyişkəndir, düzdür. Məzmun və forma arasındakı münasibəti gözləmədən əsər yaratmaq mümkün deyil, düzdür. Məzmun nə qədər yeni olursa olsun, əsla yeni forma tələb etmir. Bu isə yanlışdır. Yəni, məzmun da bəzən yeni bir forma tələb edə bilər. Məzmun forma ilə vəhdətdə hər zaman əsas tərəfdir. Bu da doğru fikirdir. Məzmun formanı təyin edir, forma məzmuna təsir edir, onu tanımlayır. Bu da tamamilə düzgün bir fikirdir. 52. Demək, bu tipli suallarda birinci tərəfə ya A, ya B, ya da A, B-nin ikisi də qoyulur. Əsasən variant üzərində işlənilir. Gəlin baxaq. Hadisənin başlanğıcı və sonu arasındakı məsafədə baş verənlər bu anlayışı təşkil edir. Bu aiddir yalnız sujetə. Ona görə harda kompozisiya ilə, yəni A ilə C bir yerdə verilibsə, o variantı bəri başdan çıxırıq. Bu daha burada A ilə C verilib. Tərkibindəki anlayışların sabit ifadə yeri var. İşləndiyi bütün əsərlərdə eyni şəkildə özünü göstərir. Heç birinə aid deyil bu. Niyə? Çünki sabit ifadə yeri var dedikdə bunu yenə sujetə aid edə bilirik. Məsələn, kompozisiya əvvəldir, daha doğrusu ekspozisiya əvvəldir, zavyeska düyünlənmədir. Yəni bu formada deyə bilirik. Amma işləndiyi bütün əsərlərdə axı özünü eyni şəkildə göstərmir. Daha iri həcmli əsərlərdə ekspozisiya geniş olur, nisbətən kiçik həcmli əsərlərdə kiçik olur. Ona görə eyni şəkildə ifadəsi burada yanlışdır. İskəndərnamə əsərini bu anlayışa nümunə kimi göstərmək mümkündür. Bu da hər ikisinə aiddir. Hadisələrin yalnız yekunu kimi çıxış edir. Baxın, bu yekunu hissəsi heç birinə aid deyil. Ona görə bunu da çıxırıq. İdeyanı müəyyənləşdirən hissələr onun əsasını təşkil edir. Hadisələr ardıcıl ifadə edilməlidir, ardıcıllıq pozula bilməz. Bu hissələrdə hardasa yenə də sujetə bir uyğunluq var. Amma birinci cümlə artıq bütövlükdə bu variantı yanlışa çevirir. Bu anlayış daha çox epik və dramatik növdə olan əsərlər üçün səciyyəvidir. Bu da hər ikisinə aiddir. Demək, doğru cavabımız nə oldu? 1-ə qaldı A ilə B, 2-yə getdi E ilə G. Bizdən tam cavabı istəmişdi. Tam cavabı da müəyyən etdik. 53. Müqayisə cədvəlinə əsasən uyğunluğu müəyyən edin. Xarakterindən tipin oxşar və fərqli cəhətləri istənilir. Fərdi xüsusiyyətləri ilə diqqət daha çox cəlb edən sürətdir. Düzdür. Ümumiləşdirmə baxımından diqqət daha çox cəlb edən sürətdir. Xeyr. Fərdiləşdirmə baxımından ictimai mühitdə təsvir olunan obrazlar hər ikisi, yəni ümumi ictimai mühitdən götürülür. Həyatda yaşayan və hansısa bədii obrazın mənbəyinə çevrilən şəxsdir. Bu prototipə aiddir. Bədii təfəkkürün məhsuludur. Bəli, düzgün fikirdir. Daha çox müsbət mənada işlənir. Bu da xarakterindən bağlıdır. Oxşar cəhət deyil. Cavabımız da oldu D variantı. 54. Məzmun və forma. Forma məzmunu müəyyən edir. Demək, bu özü belə yanlış fikirdir. Yanlış fikir olduğuna görə biz burada yanlış fikirlərin ardıcıllığını tapmalıyıq. Forma daha çox dəyişkəndir. Əksinə, forma məzmuna nisbəti daha çox sabitdir. Məzmun əsasdır, düzdür. İdeya formaya aiddir. Xeyr, məzmuna aiddir. Məcazlar formaya aiddir. Bu isə düzdür. Bizdən yanlış fikirlərin ardıcıllığını istəyirdi. Cavabımız da oldu B variantı. 55. Klasteri tamamlayan fikri müəyyən edin. Danışılacaq əhvalatla oxucunu yığcam şəkildə tanış edən hissədir. Doğru fikirdir, doğru fikirlərin ardıcıllığını tapmalıyıq. Müəllifin bütün əsər boyu qaldırdığı məsələləri yekunlaşdırdığı hissədir. Proloq girişdir. Burada yekunlaşdırmanın nə işi var? Müəllif hadisələrin inkişafını dayandırıb hansısa məsələ ilə bağlı öz hiss həyəcanını bildirməsidir. Bu, ümumiyyətlə, yəni mövzudan kənara çıxma lirik riccətlə bağlıdır. Müəllif bəzən əsəri yazmaqda hansı məqsəd güddüyünü bildirir, müəyyən arzu və istəklərini çatdırır. Bu isə tamamilə düzgün fikirdir. Daha sonra
həm əsərin əvvəlində, həm də ayrı-ayrı hissələrin, fəsillərin başlanğıcında verilə bilər. Bu epiqrafa aiddir. Görkəmli şəxsiyyətlərdən müəyyən hikmətli fikir ifadə edən cümlə və ya bir neçə misra şəklində ola bilər. Bu da epiqrafa aiddir. 56. Doğru fikirlərin sayını müəyyən edin. Təsvir olunan hadisələrin mərkəzində duran obraz, mənfi surət. Ümumiyyətlə, hadisələrin mərkəzində duran, əsərin baş qəhrəmanı, bu tipli anlayışlara hökmən deyil, mənfi surət və ya müsbət surət olsun. Yəni, mənfi surət də əsərin hadisələrin mərkəzində dura bilər, müsbət surət də ola bilər. Ona görə bir yanlışdır. Münaqişənin inkişafında başlıca rol oynayan şəxs əsərin qəhrəmanıdır. Yəni, bunun mənfi və ya müsbət olmasının bir fərqi yoxdur. Bu da belə. Şəxsi mənafeyini hər şeydən üstün tutan surət əsas surət. Şəxsi mənafeyini hər şeydən üstün tutmaq mənfi bir xarakterdir. Yəni, mənfi surətlə bağlıdır. Bunun əsas və ya epizodik surət olması ilə bir əlaqəsi yoxdur. Hadisələrin inkişafına ciddi təsir göstərməyən və oxucunun nəzərini az çarpan surət epizodik surətdir, düzdür. Əsərdə başqalarına humanistcəsinə yanaşan, ideyaya xidmət edən obraz əsərin qəhrəmanıdır. Əsərin qəhrəmanı az öncə qeyd etdim ki, mənfi obraz da ola bilər. Mənfi obraz başqalarına humanistcə yanaşırmı? Xeyr. İdeyaya xidmət edən obraz olması bəli, doğrudur. Amma əsərdə başqalarına humanistcə yanaşmır axı, yəni yanaşmaya bilər mənfi surətdirsə. Demək, burada doğru fikrimiz oldu, yalnız bir ədəd. Düzdür, bu sualda da səhv etmirəmsə, cavab etalonunda 2 fikir verib, amma əsaslandırırıq, görürük ki, burada 2 düzgün fikir yoxdur. Demək ki, cavablarda hər hansısa bir yanlışlıq var deyə düşünürəm. Keçək 57-ci suala. Cədvələ əsasən uyğunsuzluğu müəyyən edin. Demək, burada deyək ki, yanlış fikrin qarşısına çıxana qaradır. Yəni, bu qaralar yanlışlardır. Düzlər isə ağdır. Deyir, indi hansında bu əksinə verilib də. Kompozisiya məzmun anlayışına daxildir. Bu özü, bəli, yanlış fikirdir. Üstəlik də qabağındakı da qaradır. Düzdür. Həyat hadisələrinin bədii əsərdə bir-biri ilə əlaqələndirilməsi kompozisiya adlanır, düzdür. Və ağ verilib, düzdür. Epiqrafda yazıcı oxucunu əsərdə danışılacaq əhvalata hazırlayır. Bu yanlış fikirdir. Qabağını çıxana da qaradır. Bunu da çıxdıq. Epiqraf, proloq, epiloq, lirik ricət və s. kompozisiyanın ünsürləri sayılır, düzdür, ağ verilib. Peyzajlardan, portretlərdən istifadə kompozisiyanı mükəmməlləşdirir. Bu doğru fikirdir, amma qarşısına çıxana qaradır. Yəni, güya ki, yanlışdır. Yəni, burada artıq uyğunluq pozulub. Yəni, bu doğru fikirdir. Doğru nədir? Doğru gərək ağ olaydı, amma qabağında çıxana qara rəngdədir. Demək, doğru cavabımız elə E variantı olur. 58. Ədəbi cərəyan, bədii metod. Ədəbi cərəyanla bağlı. Doğru fikirləri bədii metodla bağlı isə yanlış fikirləri seçməliyik. Konkret tarixi şəraitlə əlaqədar yaranır və konkret bir dövrlə bağlı olur, düzdür. Hər hansı bir xalqın ədəbiyyatında yaranan ədəbi cərəyan mütləq digər xalqların da ədəbiyyatında olmalıdır. Artıq bununla bağlı neçənci testdir, bilmirəm. Hər dəfə deyirik ki, bu yanlış bir fikirdir. Daha geniş və daha davamlı anlayışdır. Çox böyük bir dövr əhatə edir. Bəli, doğru fikirdir, amma biz buradan yanlış fikir seçməliyik. Realist metodda müəllifin hadisələrə subyektiv münasibəti dominantlıq təşkil edir. Xeyr, ümumiyyətlə, ədəbiyyatda subyektiv fikirlər o qədər də yox. Ümumi, ədəbiyyatda deməyim, romantik metodda subyektiv münasibətdir. Yəni, realist metodda həyatda gördüyü obyektivliyi qələmə alır. Yəni, həyatda gördüklərini qələmə alır. Onu biraz da bədii təfəkkürün süzgəcindən keçirir. Amma bədii yəni əsərdə romantik metoddadırsa, o zaman bəli, yazıcı və ya şair öz belə deyim, subyektiv münasibətini bildirir. Yəni öz görmək istədiyi kimi, öz düşüncəsində gördüyü kimi, görmək istədiyi kimi. Ona görə 4 yanlış fikirdir. Yanlışın altından da yanlış seçirik. Cavabımız da olur D variantı. 59. Yenə də bu tip suallar. Baxaq. Burada yenə dediyim kimi ya birinciyə A qoyulacaq, ya B, ya da A-B-in hər ikisi. Variantlarından işləndir bu sual. Görək. Cəmiyyətin inkişafına mane olan hadisələrin səbəbini açmağa çalışır.
Bu tənqidi realizmə uyğun gəlir. C-ni saxlayım A-da. Elm və tərbiyə yolu ilə cəmiyyəti dəyişdirməyin mümkünlüyünə inam yaradır. Bu maarifçi realizmə aiddir. Yəni harda A ilə D bir yerdə verilibsə, heç verilməyibdir. Atırıq. Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Əbdülrəhim bəy Haqverdiyev kimi nümayəndələri var. Tənqidi realizmə aiddir. Harda B ilə Y varsa atırıq. D-ni oxumadım mən. D-ni oxumuşam. Hadisələrin təsvirində həyat həqiqətlərinə sadiq qalmaq ön plandadır. Bu da tənqidi realizmə aiddir. Demək, bizdən tam cavabı istəyir. Əgər tam cavabı istəməsəydi, D-ni götürə bilərdik. Çünki D də düzdür. B ilə D uyğundur. Amma bizdən tam cavabı istədiyinə görə daha geniş olanı götürürük. Baxın, C də həmçinin. Məsələn, A-nı verib 2-yə C ilə Ə. Halbuki axı E də bura aiddir. Cavab tam cavab deyil. Tam cavabımız oldu A variantı. 1-ə A, 2-yə C, E, Ə. Keçək 60-cı suala. Uyğunsuzluğu müəyyənləşdirin. Doğru fikrin qarşısında çıxana dairə olmalıdır. Yanlış fikirdə isə üçbucaq olmalıdır. Hansında yənidir ki, bu səhv verilib. Bədii konfliktdə sənətkar ziddiyyətləri qəhrəmanın ona əks mövqedə duran qüvvələrlə qarşı durması ilə əks etdirir. Düzdür. Romantik metodda sənətkar real həyatdakı hadisələri olduğu kimi təsvir edir. Əksinə yanlışdır, çünki öz görmək istədiyi kimi. Sənətkarın fərdi üslubu olsa da o müəyyən bədii metodla bağlı olur. Bu da düzgün fikirdir. Qarşısına çıxan da dairədir. Postmodernizmdə xaotik dünyada məna axtarışı, ehkamlar inkar edilir, ədəbiyyatda intellektual oyun kimi yanaşılır. Bu doğru fikirdir, amma qarşısına çıxana üçbucaq verilib. Demək ki, cavabımız elə D variantıdır. Personaj anlayışı lirik əsərlərə aid edilmir. Bu termin əsasən əsərdəki ikinci dərəcəli iştirakçılar haqqında işlənilir. Bu da doğru fikirdir. 61. Doğru fikirlərin sayını müəyyənləşdirin. Bədii əsərin mövzu və ideyası onun məzmununu təşkil edir, düzdür. Məzmun və forma vəhdətində forma aparıcı mövqe tutur, xeyr, məzmun aparıcı mövqe tutur. Janr, vəzn, bölgü, qafiyə, bədii məcazlar və s. bədii əsərin formasına aid anlayışlardır, düzdür. Yazıcı formanı məzmuna uyğun olaraq seçir, bu da düzdür. Məzmuna nisbətdə forma daha çox dəyişikliyə uğrayır, xeyr, məzmun daha çox dəyişikliyə məruz qalır. Eyni məzmunda müxtəlif formalı əsərlər yaratmaq mümkün olduğu halda, eyni ideyalı müxtəlif məzmunlu əsərlər yaratmaq mümkün deyil. Bu isə yanlış fikirdir. Məsələn, vətən mövzusunda biri götürüb şeir yazacaq, biri götürüb hekayə yazacaq. Bu hissəsi düzdür. Eyni ideyalı müxtəlif məzmunlu əsərlər yaratmaq mümkün deyil. Məsələn, yaxşılığa yaxşılıq hər kişinin işidir. Deyək ki, belə bir atalar sözü əsərinin ideyası olsun. Biri götürüb ailə məişət mövzusunda əsər yazacaq, digəri və dostlar mövzusunda bir əsər yazacaq, nə bilim, vətən mövzusunda bir əsər yazacaq. Ona görə də bu yanlış bir fikirdir. Doğru fikirlərin sayı hansı oldu? 3. 62. Sonuncu sualımızdır bu. Doğru olmayan fikri, qısacası yanlış fikri müəyyən edin. Bədii gülüş həyat hadisələrini əks etdirməyin bir formasıdır, düzdür. Satirik gülüş vasitəsilə ictimai nöqsanlar kəskin tənqid edilir. Bu da doğrudur. Yumoristik gülüşdə müəllif gülüş hədəfinə çevirdiyi qüvvələrə düşmək yox, dost mövqeyindən yanaşır. Bu da düzgündür. Yumor satiradan fərqli olaraq tənqidi mahiyyət daşımır. Xeyr, ikisi də tənqidi mahiyyət daşıyır. Sadəcə olaraq yumor islah edicidir. Satira isə ifşa edicidir. Satira oxucuda tənqid hədəfinə qarşı qəzəb, nifrət hissi doğurduğu halda yumor mərhəmət hissi oyadır. Bu isə doğru fikirdir. Baxın, bir sual var idi. Dedik, orada variant uyğun gəlmir. 50-ci sual. Baxın, yazmışdı ki, oxucuda qəzəb, nifrət doğurmasa da təəssüf hissi doğurur. Demək, bu fikir demişdim ki, yanlışdır. Baxın, bu testdə öz əksini tapır. Satira oxucuda tənqid hədəfinə qarşı qəzəb, nifrət hissi doğurur. Yəni demək, doğurmasa da ifadəsi yanlışdır.